Bugün mən sizə belə bir buna balaklava deyilir, papaqdır. Demək olar ki, burada şərf papaq ikisi bir yerdə bir işi görür. Belə ayıcıq qulaqları olan bəbəklərimiz üçün papaqdır. Bunu daha doğrusu kiçik uşaqlar üçün toxumuşam. 1 yaşdan 5 yaşa qədər başının böyüklüyündən asılı olaraq deməli başının dairəsi 50 santı olan bütün uşaqların 50 santiyə qədər olan bütün uşaqlara başına keçir bu. Deməli bunun üçün mən bir ipdən istifadə etmişim.